Salam, hər vaxtınız xeyir olsun dəyərli dinləyicilərimiz. Söhbət rubrikamız efirdədir. Bugünkü söhbətin qonağı şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimlidir. Xanəli müəllim, xoş gəlmisiniz. Xoşunuza gəlmişik. Xanəli müəllim, bizim verilişimizin qayəsi tanınmış insanların həyatı ilə, yaradıcılığı ilə, onların başına gələn əfətlərlə bağlı veriliş hazırlamaq və bu verilişi dəyərli dinləyicilərimizin nəzərinə çatdırmaqdır. Biz bilirik ki, siz Naxçıvan Muxtar Respublikasında yaşayırsınız, orada yaradıcılıq işlərinə məşğul olursunuz. Oranın abı havası, oranın mühiti, oranın belə deyək, insanlara təsir gücü elə bilirəm başqa bölgələrdən biraz fərqlidir, elə deyilmi? Təbii elədir. Naxçıvan, siz özünüz bilirsiniz ki, 20 ildir ki, blokada şəraitində yaşayan bir ölkədir, məmləkətdir. Amma buna baxmayaraq Naxçıvan hər gün inkişaf eləyir, qurulur, öz simasını dəyişir. Naxçıvanda demək olar ki, bütün sahələrdə böyük bir inkişaf var, o cümlədə ədəbiyyat sahəsində, elm sahəsində Naxçıvan bugün yaşayır, inkişaf eləyir və Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi həmişə də şərqin qapısında öz qürurunu qoruyur. Təbii, Xanəli müəllim, mən istəyirəm sizin keçdiyiniz həyat yola qısa bir nəzər salaq. Çünki dəyərli dinləyicilərimiz bunu bilsinlər və bunu da bilsinlər ki, Xanəli müəllim bu yaxınlarda Naxçıvan Muxtar Respublikasından gəlibdir və bizim verilişin qonağıdır. Elə Naxçıvanda da yaşayır və biz də fürsətdən istifadə edib sizi söhbətə dəvət etmişik. Çox şadam. Şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli 1951-ci ildə noyabr ayının 27-sində Şahbuz rayonunun Mahmud Oba kəndində dünyaya göz açıb. Naxçıvan Dövlət Universitetinin Azərbaycan Ədəbiyyatı kafedrasının dosentidir. Naxçıvan Muxtar Respublika Ali Məclisinin 2-ci çağırış deputatı olub. Naxçıvanın əməkdar müəllimidir, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir çox şeir kitablarının da müəllifidir. Mən istəyirəm onların adlarını qısaca olaraq sadalayım. Məsələn, Ay işığında, Anamdan məktub, bu da bir nağıldır. Mənə elə gəlir ki, duyğularım, düşüncələrim, mənim könlüm bir ümmandır və s. əsərlərini, şeir kitablarını göstərmək olar. Amma bizim əlimizdə sonuncu kitabımız deyəsən payız duyğulardır, elə deyilmi? Payız duyğular. Bu da çox maraqlıdır. Hardasa insanın həyatının da payız vaxtı olur. Bəli. Və bilir ki, bir çox metodik vəsaitin də müəllifisiniz. Sizin haqqınızda çoxlu sayda məqalələr də yazılıb. O kitab şəklində yəqin onu da buraxmısınız. Xüsusi olaraq şairə məktub, sözün əlincə qalası məqalələr toplumu da sizin haqqınızda yazılıb. Amma bizim diqqətimizi cəlb eləyən fəlsəfə doktoru Sabir Bəşirovun sizin haqqınızda yazdığı monoqrafiyadır. Xanəli Kərimli bir ömrün nağılı əsəridir. Yəqin ki, sizin həyatınız, Xanəli müəllim, bir nağıldır. Mən qısaca olaraq bildiklərimi çatdırdım və bu dediklərimizə nə əlavə edə bilərsiniz? Kamil müəllim, siz çox doğru deyirsiniz ki, hər bir insanın taleyi, hər bir insanın ömrü bütövlükdə bir nağıldır. Bu nağılın əvvəli hardan başlayır, axırı harda qutarır, bunun özü müəyyən mənada bir sirri dünyadır. Mən, bəli, Naxçıvan Şahbuz rayonunun Mahmud Oba kəndanadan olmuşam. O məktəbdə, o kətdə də əvvəl 8 illik məktəb bitirmişəm. Sonra Şahbuz qəsəbə sahil yurdunda, Şahbuz qəsəbə orta məktəbində təhsilimi davam elətdirmişəm. Mən sonra o vaxtki anlamla desək, 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialına qəbul olmuşam. Oranın Tarix Filologiya Fakültəsinin Filologiya şöbəsinə qəbul olmuşam. Və 2 il orada oxuyandan sonra mən institutun əsasına dəyişildim. 1971-ci ildə institutun əsasına dəyişildim. Və burada mən bir çeşidli alimlər gördüm. İsmail Şıxlı kimi alim bizə, yazısı bizə dərs dedi. Məmməd Hüseyin Təhmasib kimi böyük bir alim, böyük bir filoloq, həm də gözəl bir dramaturq, qələm sahibi bizə dərs dedi. Əbdüləcəl Dəmirzadə bizə dərs dedi. Yəni o dövrün elmin, ədəbiyyatın, mədəniyyətin qaymaqları o dövrdə bizə dərs dedi və mən 1973-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirdim. Elə Şahbuz rayonunun da işə qayıtdım. Sonra mən təbii ki, dissertant yolu ilə Nizami Adın Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinə dissertant oldum
Və burada mən 1979-cu ildə Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə Cənubi Azərbaycan demokratik ədəbiyyatında hekayə janrının inkişafı 1941-1970-ci illərdə namizədli dissertasiyası yazdım və bu işi 87-ci ildə müdafiə elədim. Sonra o dövrdən sonra mən öz taleyimi artıq Naxçıvan Dövlət Universiteti ilə bağlamışam. Mən ilk dəfə Naxçıvan Dövlət Universitetinə 1991-ci ildə gəldim, orada qəzet redaktoru kimi. Fikir qəzetinin ilk dəfə təsisi mən oldum, universitet oldu və redaktoru mən oldum. Və 96-cı ilə qədər mən bu qəzetin redaktoru oldum. Qəzet universitetin həyatında son dərəcə böyük rol oynadı. Tələbələrin elmi dünya görüşünün formalaşmasında, müəllimlərin tələbələrlə münasibətində, bəzi pedaqoji məqalələrin çapında, elmi məqalələrin çapında həmin o fikir qəzeti Naxçıvan Dövlət Universitetində nəşrin ilk nümunəsi kimi diqqəti cəlb elədi. Bunlar neçənci ildə olubdu? Bu hadisə oldu 1991-ci ilin oktyabr ayının 15-də qəzetin ilk nömrəsi çıxdı. Fikir qəzeti. Bizim o vaxtı Naxçıvan Dövlət Universitetində elmi işlər üzrə prorektor işləyir. Hazırda akademik Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adlı Ədəbiyyat İnstitutunun direktoru İsa Həbib bəyli o vaxt belə bir fikir irəli sürdü ki, qəzetin adını fikir qəzeti qoyaq. Çünki fikir düşünmək deməkdir, fikir daşınmaq deməkdir. Əgər fikir varsa demək elm var, düşüncə var. Biz də o vaxtı Elmi Şuranın qərarı ilə qəzetin adını fikir qəzeti qoyduq və bu qəzet 1996-cı ilə qədər mənim redaktorluğumla nəşr olundu. Sonra mən 96-cı ildə orada beynəlxalq əlaqələr şöbəsində rəis təyin olundum. Həmin şöbədə rəis 2 il işləyəndən sonra biz həm də orada xarici tələbələrin qəbulu ilə bağlı universitetdə yeni bir şöbə açılmışdı. Bu şöbə demək o təlimata görə əgər orada xarici tələbələrin sayı 100 nəfər olarsa onda ayrıca dekanlıq yaranırdı. 98-ci ildə artıq bu tələbələrin sayı 100-ü adladı. Ondan sonra mən xarici tələbələrlə iş üzrə dekan vəzifəsinə təyin olundum. 1998-ci ilin sentyabrında. Ta 1998-ci ilin sentyabrından başlanan o dekanlıq 2014-cü il oktyabr ayının 1-nə qədər davam elədi. Mən yeri gəlmişkən deyim ki, Naxçıvan Dövlət Universitetində bugün dünyanın 10-a yaxın ölkəsindən tələbə təhsil alır. Banqladeşdən tələbə təhsil alır, Cənubi Koreyadan tələbəmiz var, Nigeriyadan tələbəmiz var, Türkiyədən təbii tələbələr çoxdur, İrandan çoxdur, ümumiyyətlə Rusiyadan tələbəmiz var. Naxçıvan Dövlət Universiteti bugün 11 dekanlıqla 50-yə yaxın kafedra ilə öz işlərini aparmaqdadır. Mən indi bugün Naxçıvan Dövlət Universitetində bayaq sizin qeyd elədiyiniz kimi Azərbaycan Ədəbiyyatı kafedrasının dosentiyəm, filologiya üzrə fəlsəfə doktoruyam və o kafedrada da mən müəllim fəaliyyəti kimi öz işimi davam elətdirirəm. Xanəli müəllim, ümumiyyətlə çox maraqlı danışdınız. Özündə universitet həyatını elə gözəl təhlil etdiniz ki, onunla bağlı da sual verməyəcəyik. Amma söhbətlərimiz davam edəcək. Sizin haqqınızda biz düşünəndə, daha doğrusu sizin haqqınızda maraqlananda sizi bir görkəmli bir pedaqoq kimi təqdim elədilər. Özündə sizin tələbələrə qarşı münasibətinizdə insani keyfiyyətlərin daha yüksək olmasını qeyd elədilər. Amma çox az adam bildirdi ki, siz həm də şairsiniz. Belə başa düşdüm ki, siz universitetdə pedaqoq kimi fəaliyyət göstərirsiniz, şair kimi yox, eləmi? Təbii elədir. Bəs necə oldu poeziya meyilləndiniz? Bugün belədir. Mən ədəbiyyata, demək, ədəbiyyata desə bu böyük alınar. Ümumiyyətlə, poeziyaya maraq məndə 80-ci illərdən başladı. Mənim ilk şeirim oldu Toğlu Qayanın Məmməd Arazə məktubu şeiri. Maraqlıdır. Toğlu Qaya Şahbuz rayonunda məşhur bir dağ adıdır. Toğlu Qaya. Aha. Bilirsiniz ki, bu Toğlu sözü Türk totemi ilə bağlı, Azərbaycanla bağlı çox böyük qədim tarixə malikdir. Məsələn, mən sizə deyim ki, indiki Qərbi Azərbaycanda bir Toğluca kəndi var. Toğluca kəndi var ki, indi ona orada Krasni Selo rayonu deyirlər, onun bir Toğluca kəndi var. Bizim böyük yazısımız bir sıra tarixi romanlar müəllifi olan Fərman Kərimzadənin Təbriz namusu əsərində bir Toğlu çayı var. Toğlu çay, çayın adı Toğlu çayıdır.
İndi maraqlıdır ki, o Toğlu çay, oradakı dağın adı Toğlu qayadır. Şeir O yadınızda mı? Şeirdədir. O şeir belə ilk şeirim idi. Duman daşlarımdan uzaq düşübdü. Heç bilinmir nə payızım, nə yazım. Tale dizlərimi yaman bükübdü. Niyə gəlməyirsən Məmməd Arazım? Mənim gözlərimin qarası sənsən. Mənim ürəyimin parası sənsən. Dərdimin əlacı çarası sənsən. Sənsiz nə çənim var, nə də ayazım. Ay mənim bəzəyim, Məmməd Arazım. Bulaqlarım axarını dəyişib. Şimşəklərim çaxarını dəyişib, ümmanlarım baxarını dəyişib, dəyişibdir səsim, ünüm, avazım, gəl görüşək mənim Məmməd Arazım. İndi mənim səbrim yaman daralıb, gözüm çökü həsrətindən saralıb, yollarımı boran alıb, qar alıb, qalmayıbdır nə şənliyim, nə nazım, gəl görüşək mənim Məmməd Arazım. Şair balam, ömrüm günüm yarıdır, sinəm üstə çiçəklərim qardı, nəyim varsa təbiətin vardı, çalxalanıb dərinliyim dayazım, gəl görüşək mənim Məmməd Arazım. İllər boyu yollarına baxmışam, xısın-xısın ürəyimi yaxmışam, gah da olub şimşək kimi çaxmışam, bundan belə nə düşünüm, nə yazım, gəl görüşək mənim Məmməd Arazım, gəl görüşək mənim Məmməd Arazım. Şamil müəllim, bu şeir 80-ci ildə yazıldı və mənim ilk nəşr olunan şeirimsə Anamla Söhbət şeiridir. O vaxt o şeiri bizim indiki xalq şairimiz, gözəl şair Nasir Söhrəb Tahir Səhər jurnalı nəşr olunurdu. O vaxtı ərəb əlifbası ilə. O demək Azərbaycan Demokratik Firqəsinin orqanı idi burada. Orada nəşr elədi o şeiri, mənim şeirimi. Amma Məmməd Araza məktub şeiri, Toğlu Qayanın Məmməd Araza məktub şeiri Müəllim qəzetində nəşr olunandan sonra 1985-ci il sentyabr ayın 20-sində idi. Həmin ildə o jurnal, o şeir Məmməd Araz sevərlər, Məmməd Araz poeziyasına valih olanlar, Məmməd Araz şeirinin vurğunu olanlar, mənim də xəbərim olmadan o vaxtı çox populyar olan Türkiyədə Qardaş Ədəbiyyatlar jurnalında dərc elətdilər. 1985-ci ildə. O vaxtıdır ki, artıq Türkiyə sərhədlər yoxudur, açılış yoxudur, gediş-gəliş yoxudur. Mənim şeirim, bu şeir elə Məmməd Araza böyük hörmət əlaməti olaraq onun o təəssübkeşləri həmin şeiri Türkiyədə Qardaş Ədəbiyyatlar jurnalında dərc elədilər. Xanal müəllim, söhbət Məmməd Arazdan düşdüsə, biz onun üstündən belə elə-belə ötə bilmərik, mümkün deyil. Siz dediniz Məmməd Araza deməli aid şeir yazmısınız və çox-çox əvvəl də Məmməd Arazın adına həmin qayadan söhbət gedir. Məmməd Qaya adını qoymuş bir çoxana bir məktubu da var. O məktub da çox maraqlıdır. Mən elə bildim ki, o mövzu ilə əlaqədardır. Mən onu deyim ki sizə... Üzr istəyirəm, şeirdə belə deyir də, fərmanına, təltifinə alqış ey çoban. Qaya Məmməd, Məmməd Qaya, xoş gördük səni. Olsa mən olaram adi daş yonan, çopur qaya, Qaya Məmməd, xoş gördük səni. Sonda da belə bitirir də. Kürəyimdə yerin göyün ağır yığını, mühürlənmiş hər ucalıq, yüksəliş deyil. Mən bilirəm sən olmağın ağırlığını. Ey mən qaya, mən olmaq da asan iş deyil. Bəli, bu Xanal müəllim, sizin gözəl bir şair olmağınızı bilirik, amma Məmməd Araz olmaq da asan iş deyil təbii. Məmməd Araz bizim ədəbiyyatımızın çox qüdrətli şairidir. Onda çox böyük bir müşahidə qabiliyyəti vardır, Kamil müəllim. Mən məsələn bir də hər də mən Bakıya gələndə Məmməd Arazı ziyarət eləməmiş getməzdim. Bir gün gəldim, dedim ki, bu hadisə olubdur təxminən 84-cü illərdə. Getmişdi həmən o Toğlu Qaya dağına, may ayıydı. Mən orada Məmməd Araz... Üzr istəyirəm, həmin qaya hansı məkanda yerləşir? Mahmud Obada mı, yoxsa Məmməd Arazın kəndində? Məmməd Arazın kəndindən yuxarıdır, Nurs kəndindən yuxarıdır. Yuxarıda yerləşir. Hər ikimizin, bizim obalar orada yerləşirdi. Amma o qaya Nurs kəndindən yuxarıdır.
Nurs kəndi elə o Toğluqaya dağının ətəklərində yerləşir. Belədir. Mən orada Məmməd Arazın qardaşı Əbülfəz müəllim vardı. İndi o dünyasını dəyişib Allah rəhmət eləsin. Tanıyırdım. O da oradaydı. Mənə dedi ki, keçən il mən idim, Məmməd Arazıdır və bir neçə dostudur. Gəldik bura çörək yeməyə Şah bulağına. Orada gözəl bir su çıxır Şah bulağı da adlı. Deyir Məmməd dedi ki, yox, gəlin çıxaq Toğluqayanın lap zirvəsində çörəyimizi yeyək. Biz deyir çıxdıq ora, qarlı bir günüdür, çıxdıq ora. Mən deyir Məmmədi orada çörəyin yeyəndən sonra mən həmin sözü gəldim Bakıda Məmməd Araza, həmin həftə gəldim Bakıya Məmməd Araza dedim. Məmməd Araz onda mənə dedi ki, sən heç oradan belə düz baxmısanmı, görürsən Araz ağ yol kimi ağar-ağara gedir. Düzün deyim ki, mən heç o müşahidə qabiliyyətinə malik olmadığım üçün Məmməd Araz səviyyəsində mən ona baxmamışdım. Bəlkə də mən 50 dəfə Toğluqaya dağının zirvəsinə qalmışdım. Mən də yalandan dedim. Dedim ki, baxmışam. Amma mən qayıtdım bir də Şahbuza. Şəxsən bir də getdim o dağa çıxdım. Gördüm ki, Məmməd Arazın nə qədər böyük müşahidə qabiliyyəti var. Araz çayı, Azərbaycanı o ağ qılınc kimi kəsən, doğrayan Araz çayı oradan bir ağ yol kimi axıb gedir. Bu elə Məmməd Araz dünyasının ən böyük təşəbbüsü, necə deyirlər, müşahidə qabiliyyəti idi. Məmməd Araz 1000 adamın baxdığı daşda da yeni bir məna axtaran yeni bir duyum şairi idi. Xanəli müəllim, çox maraqlıdır. Amma elə yenə də sizin poeziyaza keçid eləmək üçün Məmməd Araza müraciət etməli oluruq. Məmməd Arazın məşhur misraları var, deyir: Uzaqdan uzağa xoşuna gəlsən, məni dindirməyə tələsmə. Tanımaq istəsən məni əzəlsən, tanış ol bu kiçik nəğmələrimlə. Orada məhəbbətim, orada nifrətim, əllə varaqlanar, göz doxunar. Orada həm ürəkdən gülmək adətim, həm üzdə kədərli görünməyim var. Birdən təbəssümüm aldadar səni. Etiram naminə üzünə gülləm, bəlkə ürəyimdən gəlib keçəni, gülüş də, baxış da açan deyiləm. Məni şiirimdə gəz bir insan kimi. Qəlbimdə nə varsa ona vermişəm. Anadan, bacıdan gizlətdiyimi kağızdan, qələmdən gizlətməmişəm. Bəli. Siz necə kağızdan, qələmdən gizlətdiyiniz nəsə bir şey olubmu? Mən şeirlərin birində Kamil müəllim yazmışam ki, ürəyimi yeyə yaşayıram. Əvəzində bu dünyanın dərd yükünü ürəyimə daşıyıram. Elə dərd var ürəyimi zərrə-zərrə, qram-qram, məritsə də, çürütsə də, kağıza da, qələmə də aşmaq olmur. Dərd də var ki, bir dost ilə, sirdaş ilə bölüşməkdən qaçmaq olmur. Bəli, mənim elə dərdlərim, elə duyğularım olub ki, onu mən kağıza, qələmə daşımamışam. Məmməd Arazdan fərqli olaraq mən onu kağıza, qələmə daşımamışam. Xanəli müəllim, amma sizin mən bu payız duyğuları şeir kitablarınızı vərəqləmişəm. Hardasa sizin xarakterinizlə, sizin şəxsiyyətinizlə, sizin poeziyanız arasında çox böyük yaxınlıq var, doğmalıq var. Adama elə gəlir ki, siz öz duyğularınızı, öz düşüncələrinizi və bəlkə də elə özünüzü öz poeziyanızda göstərə bilirsiniz. Onlardan biri daha çox xoşuma gəlib. Bu da bir nağıldır. Sizin bir şeiriniz var, o kitab şəklində də çıxıb. Mən istəyirəm o şeiri mən səsləndirim, çünki o şeir mənim özümün də xoşuna gəlir. Bu həm sizin şəxsiyyətinizə, sizin yaşam tərzinizə, həm də sizin duyğularınıza verilən ən böyük qiymətdir. Olar mı? Buyurun, buyurun. Söz sizindir. Epiqrafda deyirsiniz ki, bir övlad həmişə deyir ki, ata, bir nağıl kitabı tap oxuyaq. Öz övladım mənə dedi ki, bir nağıl kitabı tap oxuyaq. Bu olmuş hadisədir, elə deyilmi? Hadisədir, bəli. Və siz də öz həyatınızı bir nağıla çevirib, daha doğrusu öz həyatınızın nağılını misralara çevirib belə yazdınız. Mən özüm canlı bir nağılam bala, hələ oxunmayıb bir xəttim belə. Oxunsam görərlər qaya ömrümü, necə əritmişəm mən gilə-gilə. Od oldum, ocağım külüm olmadı, yandım duyğularda, ürəklərdə mən, ağrısız, acısız günüm olmadı, alışdım ümid tək bəbəşlərdə mən.
Çox olub dəndənə daşına dönüb, qoymadım uçula bir çomanı da, səhrada nişancaq daşına dönüb, həqiqət eylədim çox gümanı da. Bəzən bir dilsizə dil olmuşam mən, dili söz tutanda kəsib dilimi. Bəzən bir əlsizə əl olmuşam mən, əli əl tutanda kəsib əlimi. Bir vaxt damarımdan qan verdiyim də, məni div tanıtdı Məlik Məhəmmədə. Mən isə haqq deyib, haqqa sığındım, çünki inanmadım başqa qüvvətə. Demirəm Peyğəmbər övladıyam mən, mənim heç günahım, suçum olmayıb. Yox, mən də insanam, adi bir insan, heç insan anadan paçda olmayıb. Mənim də qəlbimdə şeytan hissi var, Allah eşqi ilə durub döş-döşə, ancaq bir şər işə sərpəndə əlim, lənət kör şeytana dedim həmişə. Nə müti olmuşam, nə də baş kəsən, mənim də meydanım atım olubdur, hər ucuz başlara baş verməmişəm, mənim öz nəcabət zatım olubdur. Keçən ömür günü ələklədim mən, gələn ömür günüm nə ola, yaxşım, yamanım da göz qabağında, bu da bir nağıldır, danışdım bala. Doğrudan da siz kimsinizsə elə göz qabağındasınız. Allah var eləsin sizi Kamil müəllim. Təbii ki, hər bir şeir mənim düşüncəmə görə zamanın şair qarşısında qoyduğu sualdır. Şair o suala cavab verir şeiri ilə, sözü ilə. İkinci bir tərəfdən də şairin hər bir şeiri də oxucu qarşısında bir sualdır. Oxucu o şeir oxuyanda, o əsər oxuyanda düşünür, axı niyə, nədən, bu şeir niyə yazılıb? Nədən yazılıb? Hər bir şeirin təbii ki bir sualı var. Hər bir şeirin cavabını da gərək oxucu versin. Təbii, çünki onu oxuyanda duyursan. Öncə də dedik ki, sizin yazdıqlarınız sizin haqqınızda tam təsəvvür yarada bilir. Xanal müəllim, mən ancaq istəyirəm söhbətimizin şirinlik xatirinə bir mahnıya qulaq asaq. Mən bilirəm, sizin mahnılar da çox sevmiş olarsınız. Bu qədər şeir yazan insanın ola bilməz ki, mahnıya, musiqiyə münasibəti olsun. Əlbəttə. Bax, biz indi hansı mahnı dinləyək ki, sonra söhbətimizi davam etdirərik? Məsələn, mən çox istəyərdim ki, Məmməd Arazın sözlərindən yazılmış məşhur bir mahnı var. Səndən mənə bir ömürlük xatirə. Məndən sənə nə qalacaq? Nə qalacaq? Nə bilim. Çətin bir də daş üstə daş bitirəm. Niyə uçdu bu qalacaq? Nə bilim. Çox gözəl mahnıdır. Hamımızın ürəyincə olan bir mahnıdır. Elə dinləyicilərimizin də çox sevdiyi mahnıdır. Elə bu mahnını İlkin Əhmədovun ifasına təqdim edək. Sonra söhbətimizi davam edərik. Kim olacak
Bu sevgide kim uduzdu, kim uddu? Peşimanın kim olacak bilmirəm. Bu sevgide kim uduzdu, kim uddu? Peşimanı kim olacak bilmirəm. Peşimanı kim olacak bilmirəm. Bu sevgiden kim uduzdu, kim uddu? Peşimanı kim olacak bilmirəm. Bu sevgiden kim uduzdu, kim uddu? Peşimanı kim olacak bilmirəm. Bu sevgiden kim uduzdu, kim uddu? Peşimanı kim olacak bilmirəm. Xanal müəllim, biraz duyğulandıq. Bu mahnının özü bizi biraz keçmişə qaytardı. Çünki bayaq elə sizin şeirinizdə də səsləndi ki, elə insan var ki, hər bir iş görürsən onun üçün, amma onun nəticəsində nə olacaq bilmirsən. Elə bilməsən daha yaxşıdır. Amma mən istəyirəm sizə başqa bir sualla müraciət edim. Elə sizin şeirlərinizdən də məlum olur ki, siz xarici səfərlərdə çox olursunuz. Xüsusi olaraq qardaş Türkiyə Respublikasında, qardaş İran İslam Respublikasında tez-tez olursunuz. Mən bilirəm ki, bu səyahətlərinizin, bu ziyarətlərinizin, bu səfərlərinizin bir mənası var. Və ona görə bunu sizə sual verdim ki, bu yəqin ki, sizin hər bir gedişatınızda bir tarixi bir anlamı, tarixi bir prosesi öyrənmək durur. Səfərlərinizdə aldığınız təəssürat necədir və bu məqsədiniz nə idi ki, xaricə gedirdiniz? Kamil müəllim, indi dünya belədir ki, dünya hamı üçün açıb öz qapılardır. Bu gün dünya istəyir ki, öz dünyadaşlarını daha çox tanısın, daha çox bilsin. Siz özünüz də yaxşı bilirsiniz və dinləyicilərimiz də yaxşı bilir ki, məsələn, bizim Azərbaycan Respublikası son illərdə, son 20 ildə baxmayaraq ki, müharibə şəraitində yaşayır, baxmayaraq ki, Azərbaycan deyək ki, 20% torpaqları işğal altındadır. Amma buna baxmayaraq, dünya Azərbaycanı çox müsbət qəbul edir və müsbət də tanıyır. Biz hər dəfə, məsələn, deyək ki, Türkiyədə olmuşuq dəfələrlə, İranda olmuşuq, Hollandiyada Xocalı soyqırımı ilə bağlı böyük bir beynəlxalq konferansda iştirak eləmişəm mən. Pakistanda Sufizm və Din konferansında iştirak eləmişik. Hər dəfə Azərbaycana qarşı sonsuz məhəbbətin, sonsuz necə deyirlər, o münasibətlərin şahidi oluruq. Amma bununla bərabər, mən bir məsələni həmişə demişəm və bugün də deyirəm ki, biz o dövlətləri, o vətənləri, ərazisini, torpağını bütöv görəndə adamın içindən bir ikra hissi keçir ki, niyə mənim vətənim bütöv deyil? Niyə məsələ deyir ki, Azərbaycanın torpaqlarının bu işğal altında olmağına, bizim o nə qədər dünyada biz çıxışlar eləmişik, alimlərimiz gedib, sözün deyir, dünya hələ bu gün də bizə seyirci münasibət bəsləyir. Amma buna baxmayaraq Azərbaycan öz elmi ilə, Azərbaycan alimləri, o cümlədən də bizim getdiyimiz tədbirlərdə də həmişə Azərbaycan öz yeri olubdur, həmişə Azərbaycan öz mövqeyi olubdur və həmişə də o təəssüratlardan biz xoş anlarla, xoş duyğularla qayıtmışıq. Xanal müəllim, ümumiyyətlə sizin o şeirlərinizdən birində də yazırsınız ki, məramsız, məqsədsiz yaşamaq olmur. Təbii ki, bu insan həyatına verilən ən böyük qiymətdir ki,
və sonda da çox böyük nikbinliklə qurtarırsınız ki, bəli, bizim millətimiz bizim məqsədi olmalıdır, məramı Bəli, olmalıdır. bəli. Bizim bir amalımız, bir məramımız, bir məqsədimiz var. O da bütöv bir Azərbaycan yaratmaq. Yəni ən azından işğal altında olan torpaqlarımızı geri qaytarmaq, Bəli. elə deyilmi? Bəli, təbii. Bəlkə o şeiri siz deyəsiniz, o şeir çox maraqlı şeirdir. Ya siz mən deyim, çünki o şeir mənim Necə çox xoşuma məsləhət gəlir. bilsəz onu deyərik. Həmin şeirinizdə Xanal müəllim yazırsınız ki, məqsədsiz, məramsız yola çıxanda adam sərsəriyə dönür bir anda. Yaşamaq cəhənnəm rənginə çalır, közərir ürək də, soyuyur qan da. Məramsız millət də, xalq da belədir. Hardan hara gedir, özü də bilmir. Hər yetən başına bir papaq qoyur. Əyrini də bilmir, düzü də bilmir. Qarışqa yuvadan çıxanda çölə, bilir ki mənzili, yolu haradır. Qartal da zirvədən qıya baxanda seçir ki düşməni ağdır, qaradır. Millət var, məramı qalxıb ucalmaq. Millətlər diz çöksün önümdə deyir. Millət var, məramı qalxanın yığıb yaşamaq haqqım var mənim də deyir. Nə qədər məramsız millət silinib, tarixin tərəfsiz daş səhifələrindən ölkələr yaranıb, dövlət qurulub, ölən millətlərin ərazisindən. Məramla yaşayıb bizim babamlar, onun üçün dünyanı tutmuş şöhrətim, bugün bölünsə də 5 yerə vətən, Bəli. məramsız yaşamaq Olmaz millətim. Çox maraqlı sonuna bitmişsiniz. Doğrudan da məramsız, məqsədsiz insan heç nəyə yaramır. Millət də belədir, xalq da belədir. Bir məramı, bir istəyi olanda onun yaşamaq eşqi də güclənir. Yaşamaq həvəsi də artır. Ona görə də təbii ki hər bir kəsin bir məqsədi, amalı olmalıdır. Bizim də hər birimizin amalı bütöv Azərbaycandır. Bütöv öz millətimizin qürurudur, ucalığıdır. Xanım, ümumiyyətlə siz həyatınızın demək olar ki, böyük bir hissəsini pedaqoji fəaliyyətə cəlb etmişsiniz və gənclərlə işləyirsiniz. Gənclərlə həmişə belə deyək, təmasda olursunuz. Bəlkə elə buna görə siz elə maşallah cavan qalmısınız, elə ruhunuz da cavandır. Çox sağ olun. O belə bir söz var, deyir ki, sizin qəlbiniz gözəldir ki, bizi gözəl görürsünüz. Çox sağ olun. Qəlbiniz gözəldir ki, gözəl görürsünüz. Təbii ki, mən 43 ildir ki, müəlliməm. 43 ildə bir insan ömrünün çox böyük faktorudur. Ali məktəbdə dərs deyirəm. Bugünkü tələbələr təbii ki 10 il, 15 il, hətta 5 il bundan əvvəlki tələbə deyil. Maraqlıdır. Bugünkü tələbənin məsələdəki ki, internet əsrinin tələbəsidir, kompüter əsrinin tələbəsidir. Ancaq mən bunu Kamil müəllim müsahibələrin birində də demişəm və burada da deyirəm. Bizim ən böyük məqsədimiz, ən böyük amalımız odur ki, tələbələr internetlə bərabər kitaba qayıtsınlar. Kitab oxunuşu, kitabın verdiyi bilik, kitabın verdiyi əxlaq, kitabın verdiyi tərbiyə, mən deyərdim ki, heç bir texniki vasitə ilə, heç bir bəlkə internet saytı ilə verilə bilmir. Bunu hamı görür. Dünyanın bütün alimləri bu saat az qala böyük bir təbil çalırlar ki, müasir gəncliyi bəzi internet saytlarından ayırıb ancaq kitaba sövq eləmək lazımdır. Çox təəssüflər olsun ki, bugün bizim kitabxanalarımızın oxu zalları demək olar ki, oxucuya həsrət qalıb. Oxu zallarında tələbə auditoriyası, məsələn, bizim vaxtlarımızda, mən bunu 70-ci illər, 80-ci illər deyirdim ki, gedirdik kitabxanalara, orada hələ özümüzə tanış tapırdıq, bir çantamızı qoyurduq ora ki, sabah biz gələndə bizim yerimiz burada boş olsun, kimsə oturmasın, biz gəlib o kitabxanadan istifadə edirdik. Amma təəssüflər olsun ki, bizim ən böyük möhtəbər kitabxanalarımıza mən getmişəm. Orada demək olar ki, o divarlar oxucu nəfəsindən üşüyür, o kitabxanalar üşüyür. Mən tələbələrimə də deyirəm, məsələn, mən öz tanışlarımıza da deyirəm, yoldaşlara da deyirəm, ən böyük biliş xəzinəsi kitabdır.
internet saytlarında da olan elm var, ne bileyim ben düşünce var. Ama bütün dünyanın lərziyə gətirən, interneti də yaradan özü kitabdır. Təbii. Təbii bu düşüncəni yaradan kitabdır. Etiraf eləyək ki, bugünkü gənclik kitaba o qədər də maraq göstərmir. Və bu bir müəllim kimi məni həmişə narahat eləyir. Mən bilirəm ki, bu narahatçılıq çoxlarını narahat eləyir. Amma indi siz bu sual verdiniz mənə, bu fürsət mənim taleyimə düşüb. Mən bunu deməliyəm ki, mənim şəxsən ən böyük amalım odur ki, o tələbələr internet klublarından çox kitabxanalara yol açsınlar. İnşallah kanalla ümumiyyətlə elə tələbəlikdən söz düşmüşəm. İndi biz də tələbə olmuşuq. Düzdür, bizim tələbəliyimizlə siz deməli indiki müasir tələbələrin fərqi olub. Amma o dövrdə də, elə indi dövründə də gənclik həm də sevgi deməkdir, məhəbbət deməkdir. Duyğulu anları yaşayan insanlar, xatirəli günləri, acılı, ağrılı günləri yaşayan insanlar deməkdir. Siz yəqin bir pedaqoq kimi bunu hiss edirsiniz. Yəqin ki, sevgiyə aid də şeirləriniz var. Çünki siz özünüz bir nəcib adamsınız və bilirik ki, mütləq gəncləri yaddan çıxarmırsınız, elə deyilmi? Əlbəttə, sevgi. Mən bilirəm ki, sizin tələbələriniz də bizə qulaq asırlar. Bəli. Və ona görə də elə fürsətdən istifadə edib bu gəncliyi bəlkə bir sevgi ilə tərənnüm eləyək. Olarmı? Olar, əlbəttə olar. Bir neçə şeirinizi dinləmək istəyərdik. Buyurun. Demək, Kamil müəllim, siz soruşdunuz ki, bu gənclik həm də sevgidir, məhəbbətdir. Təbii ki, gənc sözünün elə mahiyyətinə varanda gənc sözü xəzinə deməkdir. Mənəviyyatın xəzinəsi, elmin xəzinəsi, hünərin xəzinəsi. Gənclikdə o bizim böyük alimlərdən biri Abbasqulu Ağa Bakıxanov yazısı deyir ki, gənclikdə görülən iş, oxunan kitab daş üstə yazılan bir yazıdır. Ahıllıqda oxunan kitab, görülən iş qum üstə yazılan yazıdır. Ona görə də gənclik böyükdür, böyük qüvvədir. Biz də təbii ki, gənclər arasında işləyirik, gənclərlə bir yerdəyik. Mən onu deyim ki, gəncliyin bugün təfəkküründə çox böyük dəyişikliklər var. Obyektivliyə meyil var. Düşüncəsi çox güclüdür. Mən nə isə bir sevgi şeiri oxumaq istəyirəm. Bir şeir məclisi vardı. O şeir məclisində indi mən bir gözəl xanım şeir oxudu. Ancaq etiraf edeyim ki, onun oxuduğu şeir özü ilə müqayisə edəndə çox zəif idi. O qədər də diqqəti cəlb etmirdi. Mən o vaxtı bu şeir çox ani yarandı. Bəlkə də bir 5 dəqiqə, 10 dəqiqənin içərisində yaranan şeirdir. Mən həmin şeiri sizə oxumaq istəyirəm. Səni göylər xəbəri, Allahın bəxtəvəri, hörmətdən salma şeiri, sən ki özün şeirsən, şeirini eyləyirsən. Gözlərinin atəşi odlara saldı məni, mən biçarə neyləyim, inandırım ki səni, sən ki özün şeirsən, şeirini eyləyirsən. Təbəssümün, gülüşün, dan üzünün mehidir, kipriyinə qonan tər, gül üstünün şehidi, gözəlliyin Allahın gözəllik təşbihidir. Sən ki özün şeirsən, şeirini eyləyirsən. Süd üzü barlanan tək, barlanıb dil dodağın, dağ qərənfili kimi, allanıb gül yanağın, məni məndən alıbdı duruşun, qaş qabağın, ay Allahın bəlası, sən ki özün şeirsən, şeirini eyləyirsən. Mənim qəstimə durub məni öldürən gözəl, bu çağımda aləmi mənə güldürən gözəl, nə məndən göz çəkirsən, nə insafa gəlirsən, ey haqdan gələn şeir, sən ki özün şeirsən, şeirini eyləyirsən. İkinci bir şeirim isə Sevgi Qayıtdı mı adlanır. Bunun da bir təəssürat budur ki, indi görürsən ki, müasir dövrdə çox şeylərdə qaytar mənim sevgimi, nə bilim mən o sənə əmanət edir, sən qaytar sözü çox gedir. Mən də buna təxminən bir cavab yox, öz duyğularımı yazmaq istəmişəm. Sevgi qayıtdı mı? O sevgi deyil.
Ləkəli namusdur qaydan sevgi. Hər varlıq bir dəfə doğulan kimi sevgi də təzədən doğulan deyil. O bəxt aynasıdır, qırıldı, bitdi. Min yerdən calasan, calaq götürməz. Nə qədər ovudub əzizləsən də, heç vaxt əvvəlki tək üzünə gülməz. Çalış ki, sevgini itirməyəsən. Təzədən tapılan sevgi deyil ta, o üzü üz görmüş dəllar kimidir. Çətin ki, qəlbində bir qərar tuta. Bircə yol yuvadan uçan quş kimi, öyrəncəli olur itən sevgilər. Təzədən dönsə də yuvasına o, sönmüş ocağında soyuq külələr. Sevgi ömür gündür, sevgi həyatdır. Sevgin itibdirsə, itib həyatın. Sevgisini itirən, bəxtin itirər. Sevgidir məhvəri bu kainatın. Hamınıza sevgi məhvəri hazırlayıram. Sağ olun. Bütün gənclərimizə. Gənclərə məhəbbət Elə hazırlayıram. biz yaşda insanlara da. Hamıya da aid. Təbii insan Sevginin ölənə qədər yaşı sevməyi yoxdur. bacarmalıdır. Sevginin yaşı yoxdur, bəli. Əsas sevməyi bacarmaq lazımdır. Ümumiyyətlə Xanal müəllim, sizin poeziyanız çox maraqlıdır. Elə o qədər özünüz də o qədər şirin oxuyursunuz ki, adam məcbur olur bir də sizin poeziyanıza qayıtsın. Sizin o gileyli deyilən bir şeiriniz də var. O da mənim Bəli. çox xoşuma gəlir. Yazırsınız ki, deyirlər cənnətin havası yaxşıdır, cəhənnəmin adamları. Deyirlər də, kimdir gələn cənnətdən ya cəhənnəmdən? Ancaq mən öz ömrümdə hər gün, hər an, hər saat cənnəti də görmüşəm, cəhənnəmi də. Nə cənnətim cənnət olub, nə cəhənnəmim cəhənnəm. Gileyli də deyiləm, yaşayıram talih yazan ömrümü, daha nə qəm. Yaşadığınız talih ömür sizi qane edirmi? Təbii ki, bu talih ömür elədir ki, əvvəllər belə bir mahnı vardı. Talih hər kəsin öz əlindədir, işində, gücündə, əməlindədir. Amma bu bəlkə də bu Sovet dövrünün bir şüarı idi, Sovet dövrünün bir duyğusuydu, düşüncəsi idi. Amma mən belə başa düşürəm ki, insan öz talihinin həmişə yol yoldaşıdır. İnsan öz talihinin yolcusudur. O istəsə də, istəməsə də əvvəldən onun talihi hansı uğurla gedirsə, hansı qismətləndirsə, insan da o talihini yaşamalıdır. Təbii, Xanal müəllim, bizim söhbətimiz də artıq sona çatmaq üzrədir. Hələ sizdən doymuruq. Mən elə bilirəm dinləyicilərimiz də daha maraqla sizi dinləyirlər. Sonda bizim bu gənclərə, dinləyicilərə, öz oxucularınıza və tələbələrinizə nə sözünüz var? Mənim oxucularıma və dinləyicilərimə ən əvvəl arzu edirəm ki, Allah onlara can sağlığı versin. Can sağlığı olan yerdə hər şey olur. İkinci, öz doğulub boya başa çatdığı torpağı, vətəni sevsinlər. Öz xalqını sevsinlər, öz vətənini sevsinlər. İnsan öz vətənində pak olan qədər, insan öz vətənində müqəddəs olan qədər, insan öz vətənində duyğusal olan qədər heç bir torpaqda insan özünü elə bir sağlam, elə bir cümra, elə bir, necə deyərlər, əsl vətəndaş kimi dərk eləyə bilmir. Mən buna görə də birinci növbədə mən o gəncliyi xoşbəxt sayıram ki, bugünkü dövrdə, dünyanın bu təlatümlü dövründə, dünyanın bu axarlı, baxarlı dövründə onlar xoşbəxtdirlər. Ona görə ki, onların ayağının altında vətən torpağı var,
başının üstündə də vətən səması var. Bundan böyük xoşbəxtlik mənə elə gəlir ki, Kamil müəllim yoxdur və mən də bunlara ancaq bunu arzulayardım. Çox sağ olun Xanəli müəllim. Mən dəyərli dinləyicilərimizin nəzərinə çatdırmaq istəyirəm ki, söhbət rubrikamızın qonağı şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Xanəli Kərimli idi. Xanəli müəllim, sizə təşəkkür edirik təklifimizi qəbul edib studiyamıza gəldiyinizə görə. Mən də sizə çox sağ ol deyirəm. Sizə və siz başda olmaqla İctimai Radionun bütün dinləyicilərinə, bu İctimai Radioda çalışan hər bir əməkdaşa mən öz minnətdarlığımı bildirirəm ki, siz uzağı yaxın elədiniz, bizi dinləyicilərlə görüşdürdünüz, biz öz fikirlərimizi dinləyicilərlə bölüşdük, sizə yalnız mən öz təşəkkürümü bildirirəm. Dinləyirsinizmi bizim radionu? Əlbəttə, mən neçə il vaxtlar ki, sizin verişi qulaq asıram. Məsələn, burada proqramlar o qədər rəngərəngdir ki, telli sazla başlayır, müxtəlif qonaqlarla söhbətlər gedir, şairlərlə görüş olur və sizin verilişlərin əvvəlki mən verilişlərə baxmışam, çoxuna qulaq asmışam. Xüsusilə poeziya dəqiqələrində bəzən o dünyasını dəyişmiş, bəzən ən yaxınları tərəfindən belə unudulmuş şairləri yenidən efirə gətirmək, onların şeirlərini dinləyicilərə çatdırmaq, bunun özü nə qədər böyük bir mənəviyyatdır, böyük bir əxlaq məktəbidir. Buna görə də İctimai Radio həm də bir əxlaq məktəbidir. İctimai düşüncədir, ictimai fikirdir. Mən sizə daimi bu ictimai fikri, ictimai düşüncəni qorumağı, saxlamağı, inkişaf eləməyi arzulayıram. Çox sağ olun. Sonda bir mahnı ilə bu söhbətimizi yekunlaşdırmaq istəyirəm və həm söhbətimlə, həm söhbət isə mən idim, Kamil Məhərrəmoğlu. Xanəli müəllim, sonda bir mahnı ilə bitirmək istəyirik. Sizin fikrinizdə hansı mahnı ilə bitirsək yaxşıdır? Mən istəyərdim ki, bizim Azərbaycan muğam sənətinin inkişafında, Azərbaycan opera sənətinin inkişafında son dərəcə müstəsna rolu olan, 30 ildən çox Azərbaycan mədəniyyətinə çox namusla, şərəflə xidmət eləyən Hüsnü Qubadovun ifasında o Naxçıvandır, Nəqşi Cahandır, Azərbaycandır. Belə bir mahnı ilə qutarsaq, mən elə gəlişəm dinləyicilərin xoşuna gələr, dinləyiciləri razı salmış olar, həm də o böyük sənətkarın ruhuna bir ehtiram, bir necə deyərlər, bir ehtiram olaraq bunu səsləndirmək mən xahiş edərdim. Böyük məmnuniyyətlə. Dağlarını bulut uçan, daşlarından kəhli uçan. Dağlarını bulut uçan, daşlarından kəhli uçan. Fənnaları ədir sacan. Sinəsindən arpacan, yətəyindən arab yetən hangi məkanı? O Naxçıvandır, Naxçı Cahandır, Azərbaycandır. O Naxçıvandır, abalam, Naxçı Cahandır, Azərbaycandır. Yayları salvatlı dağı, badamlının sorğulağı. Yayları salvatlı dağı, badamlının sorğulağı. Vardı bağım, meyve bağı. Şanlı igidlər vətənin heyran edir hər olanı, hansı məkanı? O Naxçıvandır, Naxçı Cahandır, Azərbaycandır. O Naxçıvandır, abalam, Naxçı Cahandır, Azərbaycandır.
Yer altında sərvəti var, hər ölkədə hörməti var, hörməti var. Yer altında sərvəti var, hər ölkədə hörməti var, hörməti var. Yenilməyən dövləti var, dövləti var, dövləti var. Koca şərqin qapısında köylədi var, müddəti var, hansı məkanı? Qonaqçıvandır, Naxçıvandır, Azərbaycandır. Qonaqçıvandır, abalam, Naxçıvandır, Azərbaycandır. Qonaqçıvandır, Naxçıvandır, Azərbaycandır. Qonaqçıvandır, abalam, Naxçıvandır, Azərbaycandır.